Qardaşlardan biri sual verir ki, bəzi insanlar ölən insanların doğum gününü qeyd etmək üçün, paylaşmaq üçün statusda yoxsa hansısa sosial şəbəkədə paylaşırlar ki, cənnətdəki yaşın mübarək. Şəklində paylayırlar. Ya şəklini, sadəcə yazı, atfanı yazırlar ki, filan ki söyləyib cənnətdəki yaşın mübarək. Ümumiyyətlə, o cür yazılar ölmüş adam üçün şəklin qoymaq və s. Bilirsiniz ki, şəriətdə şəkil ümumiyyətlə qəbul olunmur. Xüsusən də ölmüş adamın. Həmçinin yaş qeyd eləmək də şəriətdə yoxdur. O ki, qaldı ölmüş adamın. Ona görə bu məsələlər, bu fikirlər, bu addımlar şəriətlə uyğun gəlmir. Ona görə tərk eləmək lazımdır. Biz həmişə şəriətə baxaq. Hər bir söz deyəndə, hərəkət eləyəndə baxaq şəriətə, İslama. İcazə verir, yoxsa yox. İcazə varsa elə. İcazə vermirsə tərk elə. Əlhamdülillah. Ölmüş adam üçün nə onun şəkili ehtiyacı var, nə onun ad gününü təbrik eləməyə. Ölmüş adamın duaya ehtiyacı var. Dirilərin əgər özündən sonra övlad qoyublarsa, ibadət eləsinlər ki, valideynlərinə savab getsin. Və ya burada yaxınları varsa, onun adından salih işlər görsünlər ki, savab ona getsin. Bu, şəriətimiz deyib və daima dua eləmək. Amma qaldı ki, ildə bir dəfə onu yada salıb, ad günün mübarək və İslamla düzgün gəlmir. Bəli. Allah razı olsun. Bəs onun adından sədəqə vermək istəyəndə iminli hər il onun doğulduğu gün eləmək. Bəs O da bidadır. O da yəni yeniliklə olmaz. Yəni məhz o günü sədəqə verir o adından, o da düzgün deyil. Amma məsələn ümumən təyin eləmək lazımdır hansı gün. Gəlməyib o. Ən yaxşı sədəqə sudur. Məsələn kimi imkanı var, elə məsələn bizim rayonlarda elə kətlər var ki, su yoxdur. Sudan əziyyət çəkir, kənd. Ailə yox, kənd. Ged məsələn ananın, atanın, kimisə adından sədəqə cəri edirlər, axarlı sədəqə və ya davamlı sədəqə. Ged bir dənə quyu orada elə, cəmaat da ondan nə qədər o quyudan istifadə edəcəklər suyundan, o qədər sənin valideynləri və savab gələcək. Elə bunun imkanı varsa. Kimin imkanı yoxdursa dua eləsin, kimin imkanı yoxdursa elə kimisə su versin, kimin imkanı yoxdur, 1 manat da məsələn verə bilər atasının, anasının adına sədəqə. Bu da sayılır. Bu da sayılır. Əlhamdülillah. Yəni, hər kəs öz vəziyyətinə, halına uyğun hərəkət eləyə bilər. Bəli. Bəs qəbirdə daşlar, biz bugünkü gündə görürük ki, 3000, 4000 civarında pul tökülür də bu daşlara. Bunun əvəzində nə etməlidirlər? Yox, sən elə az dedin. 3-4 min azdır. Yoxdur şəriətdə belə şey. Yoxdur. Qəbrə ümumiyyətlə qəbristanlıq çox hərc qoymaq düzgün deyil. İnsan ölüb, qəbristanlığa ümumiyyətlə tez-tez getmək yaxşıdır. Amma gedirsən axirəti yada salmaq üçün da, dua eləmək üçün oradakilər üçün. Amma hamısı belə heykəllər qoysa, şəkillər qoysa, şeirlər, başlayacaq şeir oxumaq, bu nə şeir yazmaq, bu kimdir, bu filan kəsən, bu qonşudur. O axirət yada düşülməyəcək. Yəni qəbristanlıqda məqsəd itir. Qəbristanlıqda əsas məqsəd nə idi, nə üçündür? Ona görə o cür xərc qoymaq düzgün deyil qəbrə. Əgər kim istəyirsə, aparıb necə dedik, yol çəksin, su çəksin, o qəbirdə yatanın adından ki, sədəqə getsin ona, savab getsin ona. Əlhamdülillah, ən yaxşı o daşdan, 30-40 minlik daşdan, o daha o ölü üçün fayda verəcək. Yoxsa qulaq asma cəmaata, deyəcəklər qəbr üstün götürmə, yox, bu 100 minlik idi, bu eləyib 90 minlik. Deməli, atasını sevmir. Hələ şeylər, hələ adamlar heç lazımdır deyil sənə. Hələ adamlara fikir verməyin. Necə eləyək? İşte bir dənə daş qoyun, əgər dəqiq şəriətlə istəyirsə, daş qoyun qutardı. Yəni, baş tərəfə birincisi ki, bura qəbirdir. Şəriətlə, İslamla. Yox, əgər istəyirsiniz, yox, mən istəyirəm, biraz xərc çıxsın məndən, bahalı olsun, belə. Ən azından heç olmasa yaxşı bilir, heç olmasa dirsəyə qədər. Dirsəyə qədər bir daş, şəkil olmasın, ehtiyac olsa adında yazın və salam. Artıq şeylər lazım deyil. Şəriətlə belədir. Aydındır.